Hər vaxtınız xeyirli olsun. Bu dəqiqələrdə Bakı məhkəmə kompleksində təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşına qarşı irəli sürülən ittiham üzrə məhkəmə prosesi davam edir. Hazırki mərhələdə məhkəmə istintaqı yekunlaşdıqdan sonra dövlət ittihamını müdafiə edən prokurorlar çıxış edirlər. Qeyd edək ki, bir ilə yaxındır ki, Bakı məhkəmə kompleksində 35 il ərzində Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə və işğalçılıq siyasəti nəticəsində Azərbaycana və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayət hadisələri məhkəmə istintaqında araşdırıldı. Həmin məhkəmə istintaqı yekunlaşdıqdan sonra isə iş üzrə keçən çoxsaylı sənədlərə, subutlara, faktlara ilk olaraq dövlət ittihamını müdafiə edən prokurorlar qiymətləndirirlər. Dövlət ittihamçılarının çıxışlarında da qeyd olunur ki, Azərbaycana qarşı bu təcavüzkar müharibə 1980-ci illərin ikinci yarısından başlanmışdı, hazırlanmışdı və əvvəlcə gizli şəkildə Ermənistanda hazırlanıb, planlaşdırılıb. Sonraki mərhələdə isə Azərbaycanın ərazilərində həyata keçirilib. Bununla bağlı 80-ci illərin sonlarından başlayaraq Ermənistandan Azərbaycanın Qarabağ ərazisinə silahların daşınmasına başlanılıb. Həmin silahlar müxtəlif evlərdə, avtomobillərdə gizlənilib. Sonra isə özünü müdafiə dəstələri adı altında mütəşəkkil cinayətkar qruplar, dəstələr yaradılıb və bundan sonra Azərbaycanın əraziləri işğal olunub, əhalisi isə öz doğma yurd yuvasından didərgin salınıb. Bütün bu işğalçılıq siyasəti, təcavüzkar müharibə isə beynəlxalq sənədlərlə də öz təsdiqini tapır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hansı ki məhkəmə prosesində tədqiq olundu, orada da öz əksini tapır və bir daha təsdiqlənir. Və dövlət ittihamçılarının çıxışlarında bu təcavüzkar müharibə və işğalçılıq siyasəti törədilən bütün cinayətlər 5 mərhələ üzrə qiymətləndirilir. Birinci mərhələ 1987-94-cü illər, birinci Qarabağ müharibəsi dövrü, ikinci mərhələ 94-cü il, 2000-ci il bu atəşkəs dövrüdür, amma həmin vaxtda da Ermənistan atəşkəsi pozaraq Azərbaycana və Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törədirdi, təxribatlar törədirdi. Üçüncü mərhələ 44 günlük Vətən müharibəsi dövrüdür. Müxtəlif sənədlər tədqiq olundu məhkəmə prosesində və qeyd olundu ki, həmin vaxtda Ermənistan Azərbaycana qarşı yeni təcavüzkar hadisələrə, təcavüzkar müharibə ilə bağlı qondarma rejimdə xüsusi sənədlər hazırlanırdı ki, Azərbaycanın yeni yaşayış məntəqələrinin vurulması ilə bağlı. Dördüncü mərhələ isə 2020-ci ildən 2023-cü ili dövrüdür. Hansı ki, həmin vaxtda da Ermənistan bununla bağlı üç tərəfli bəyanatla üzərinə öhdəliklər götürmüşdü ki, həmin öhdəlikləri nəinki yerinə yetirmirdi, amma müxtəlif yenidən təxribatlar törədirdi Azərbaycana qarşı və sonuncu mərhələ 2023-cü il sentyabrın 19-20-sində antiterror əməliyyatı, hansı ki, Azərbaycan bununla bir dəfəlik olaraq terrorun kökünü kəsdi öz ərazisində. Bütün bu mərhələlər üzrə sənədlər, subutlar keçir və eyni zamanda qeyd olunur ki, bu müharibə nəticəsində xalqımıza qarşı soyqırım həyata keçirilib. Eyni zamanda 9 kütləvi qətil törədilib. Həmin hadisələr zamanı isə 1000-ə yaxın Azərbaycan vətəndaşı bu 9 təkcə kütləvi qətil zamanı 1000-ə yaxın Azərbaycanlı həyatını itirib, 1000-ə yaxın vətəndaşımız isə yaralanıb, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dövlət ittihamçılarının çıxışları bu istiqamətdə davam edir və bu istiqamətdə davam edən dövlət ittihamçılarının çıxışları yekunlaşdıqdan sonra zərər çəkmişlər və zərər çəkmişlərin hüquqi varislərinin çıxışlarına başlanılacaq. Bizim Bakı məhkəmə kompleksindən bu saata çatdıracaqlarımız bu qədər, amma biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha geniş reportajımız olacaq ki, onda tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq. Hələlik isə buyurun, söz yenidən mərkəzdə, studiyadadır.